Bloger toyuna dəvətliyik, birlikdə geyinirik. Birinci libasımı göstərmək istəyirəm. Mavi uçuş. İndi deyəcəksən ki, bezdik mavidən, düz deyirsən. Çox geyindim mavi rəngi, amma çox bəyənirəm. Altında belə rozovu geyinək tam belə bir şahzadə kimi hiss edir. Oldu qızlar. Az da olsa görsənir də, bir tık da olsa belə görsənir. Adam özünü belə komfortla hiss edir. Aksesuar dedikdə ağla ilk daraya gəlir və mənim bütün aksesuarlarım daraydan olduğuna görə bu gün də inşallah ki taxılar. Belə gümüşü üstü belə bir tık qızılı olan aksesuarlarla meç edək bu geyimi. Məni öldürməyin də. Mavi rənglə bordo necə gözəl gedir. Çox qəşəng deyil, nə düzündür, qəşəngdir. Hə, bunu götürsək necə olar? Və ya belə qırmızı da ola bilər. Valla məni qınamayın. Mən yəni bu rənglə, bax mavi rənglə qırmızı çox gözəldir. Nə yazsaz onu da geyinəcəm. Bordo gedir yoxsa qırmızı Rüsələ? Bordo. Biraz qırmızıya da çalır. Qızlar, bu bordodur yoxsa qırmızı? Mənə biraz qırmızı gəlir. Nə yalan deyim, çox bordoya oxşamır. Tık əynimə böyükdür, boldu. Biraz bu qədər boldu, amma məncə görünmür. Bordo valla bax budur. Mən bunu bilirəm. Yoxsa bu da bordodur. Belə. Bu ayaqqabı mənim ayağıma dar idi. Mən arxalayanda ayaq arıqlayır. Çünki darayının bu cür belə gold aksesuarlarını taxdım. Bu gülləri buradan belə çıxarda da bilərik. Sadəcə çıxartsaq çox sadə olmaz sizcə. Bordo ayaqqabılarla. Onda bu paltar qırmızı da deyil. Çünki əlimdəki də qırmızı. Qızı da geyinə bilər. Əslində qırmızı ilə də qəşəng olur. Görünməyəcək. Biz indi qadınlıq da qızıq. Özümüzü qəşəng hiss edirik. Bir dənə söz deyib bununla da uyğun gəlmədi. Bu nə rəngdir? Bu libasların hər biri bir-birindən gözəldir axı. Bağlamadım korset hissəsini çünki çox zaman alır. Bir dənə seçək, bu olsa bunu təbii ki axıra qədər, sona qədər bağlayaram. Bizim darayının müştəriləri bilər ki, mən belə çox misal üçün burada olan qaşlı aksesuarlar çox biz düzəltmirik. Bizim kolleksiyamızda demək olar ki, çox-çox nadirən elədir. Mən bunu belə düşünürəm. Və yaxud hətta bu cür belə sırğayla belə tam sakitləşdirmək. Bunları geyinək. Gözlərimizi qanadan, həmin o çanta. Utanaraq bunu da təqdim etmək istəyirəm. İndi insansan da baxma, bəlkə seçərsən. Yaraşdı ha bura, mən sənə deyirəm. Bu almışdım, bunu bir dəfədə adam içinə çıxardaq. Ya da bu. Bir də bu. Ayaqdan deyirəm, bordo rəngin geyimi oturmur. Üstünün belə bir şeyi də var imiş. Bordo rəngi də gözəl idi ha. İndi gəl daşı tök ətəyindən. Belə bir kostyum seç. Birə-bir, rahat. Oynamaq istəyirəm. Belə də eləyərəm. Söhbət bağlanar. Cəmi 2-3 saatımız qalıb. Nə seçəcəksiniz, onu da geyinəcəm.